Aydın senin kimiyəm? Aydın. Senin kimi narkoman türmələrə hərə gedən mənə bir cundurun. Bazına keçir, başa düşün. Sen başa kimsen, seni kim getirip Azerbaycan'a adam edin? Sen kimsen, sen dalında kim durur? Mənim dalımda mən. Sənin dalında türün çıxlar. Türün çıxlar dalında. Hansı oğlan sənə görə gəlməzdir? Sakitlə sözün dindir dəfə. Ona mənə qorxu gəlmə. Səndən qorxan yoxdur. Allah'ın sən iniyirsən, sən çıxırsan cəmatı deyirsən ki, Üzdən İraq, sakitləş. Özüvə gəl, üzdən İraq sənin qardaşın. Üzdən İraq, sakitləş. Üzdən İraq. Söz danışır. Bir dəqiqə qulaq asaq xanımı, sonra danışarsınız. Dava eləyərsiniz də. Xanım söz danışır daxil. Siz niyə belə eləyirsiniz? Şahlar sənətkara hörmət eləyər. Nə olar? Çox xahiş edirəm. Ayıbdır. Vallahi heç yaxşı bir şey deyil. Sonra danışarsınız, dava da eləyərsiniz. Yəni o boyda Sən narkoman, səni mən banditizmə verib, sənin qanını yoxlatıracağım, səni basıdırım içeri. Nənəsinin üzünə tüpürən. Mənim üçün lotu olub, tüpürürsən, sən aranın qiriyyətçisi olmuşsan az. Sənin qiriyyətdən danışan ən axıncı lüt giyimlərindən danışırsan. Tumantaj çıxırsan cəmata. Sən kimsən az bizə nəsə deyirsən? Sən aranın tulası olmuşsan, biz səndən qorxaq. Narkoman, bir salamən səbirli ol. Bilən xanım söz danışırdı. Zəhmət olmasa bir qulaq asın, sonra dava eləyərsiniz də. Yeri deyir axı burada indi hal-hazırda. Bilən xanım buyurun, sizi eşidirik. Buradasınızsa. Bəli, gəldim. Zəhmət olması. Deməli, mən bir dəqiqə. Nəyə danışırdılar? Tamaşaçılarımız da işte. Ölkə başçısını mənə o gün telefonda ağzından çıxan deyir. Sənin prezidentin də belə bir... Sənin sava başımı oynaşacağım, səyi də mən. Sənin o danışıqlarını dinlə, sənin kanalının da prezidentin də. Sabah səsini vermişəm, sabah sənin. O gətirib o... Ay bax, sən iş verən, mən ölkə başçısının işim olmayıb. Ay uğraş, adam Mən orada dedim ki... Mən dedim ki, mənim Space'in prezidenti dedim. Space'in prezidenti dedim. Mən vınujduna bağlayacağım indi, çünki Birlən xanıma qoymursunuz. Birlən xanım, olar mən bir söz... Dəqiqə, mən sözümü danışacaqdım, bir dəqiqə qulaq asın da. Brilliant xanım deyirdiniz ki, studiyaya getdiniz oğlunuzla İngiliscə mahnı oxumaq üçün. Çox üzr istəyirəm. Yəni heç istəməzdiyə belə olsun. Başıma ağrı girdi. O Katolik mən. Necə mən səhv elədim bura gəldim. Biz getdik studiyaya, deməli o mənə kömək edəcəkdi.